Apelsine bax ha, qardaş. Gəl bura yaxına. Apelsine bax. Apelsin deyim sizə, hörmətli izləyicilər. Apelsin çəkməyə gəlməmiş ya. Prosta göstərdim ki, həyətində meyvə ağacları da var. İndi gedək giriş qapısına, oradan çəkib göstərəcəyik. Getdik, gəl. Hörmətli izləyicilər, Bilgəhdəyik. Bax, düz yol qırağında. Bax, indi maşını keçəcək. Birinci cərgədə, yəni padabyekt kimi gedir bura. Bax, özüm dayanmışam burada. Bax, gördünüz. Getdik. Deməli, bu giriş hissəmizdir. Yolun uzunluğu, eni 10 metrdir. Özüm saydım. Onun 4-ə. Belə sənətdə 12 sotdur. 4 sotdur, bilirəm. 12 sotdur sənətdə. Amma artıq torpağı da var. Hardasa 20-yə yaxındır. Çıxardırıq satışa. Köhnə dədə-baba evidir. Dədə-baba indi. Belə torpaq, böyük torpaq yəni olmur satışda. 350 mindən çıxartdıq satışa. Bilgəhin girişindədir. Bilgəhin girişi. Sənədi var. 12 sot sənədi. Bir də bax, bu evin də sənədi var. Tam mülkiyyətdir. Neçə kvadratdır? 360 kvadratdır. Burada əsas məqsəd torpaqdır da qardaş. Əsas torpaq. Bir dənə belə çək görsən. Yəni yeri yolun qırağıdır. Ev də budur. İndi ev sahibi buradan birinci mərtəbədən istifadə eləyir. Zallı məsəl üçün remontu var. Hərdən birdən gəlir, məsəl dincəlir eləyir. Bayaq oturduğum o mandarin ağaçları çəkdim. Apelsin idi, mandarin idi. Bax, o hissədir. Gəl bir dənə görsədək. Suyu var. Qazı var, bütün kommunallar var. Əsas hökumət suyu da var, quyusu da var burada. İndi ev belə deyək də, sökülməli evdir. Mən razıyam sizdən. Və torpağı var, böyük torpaq istəyənlər burada bir 3-4 dənə ev çıxartmaq olar. 350 mindən çıxartdıq, aşağı yeri təbii ki olacaq, ev sahibi indirim eləyəcək. Telefonda məndən soruşmayın nə qədər indirim eləyəcək, çünki deyəməyəcəm sizə. Çək görsəz bu meyvə ağaçlarını, orada əl damıdır o hissədə. Əncil ağaçları. Əsas evimizin yerləşmə yeri, yəni lokasiyası, yəni konumu əladır. Bu da əzgildir, Yapon əzgildir, səhv eləmirəmsə. Yox. Əncilin də vaxtı hələ deyil. Nə qədər istəyirsən, bax, torpaq var. Böyük torpaq istəyirsiniz, deyirsiniz, böyük bir torpaq olsaydı alardıq, budur. Al, qardaş, indirimi də eləyəcək. Sök, istəyirsən tik, istəyirsən saxla, gələnlə saxlasın, yenə də qiymət üstündədir. Torpaqla evin qiyməti heç vaxtı düşmür, açıq sizə deyim. Gedək yavaş-yavaş, gəl. Çəkə-çəkə gəl. Narın da var, ha? Narı da var. Buna baxırsan. Bunu özünüz əkmişsiniz o vaxt, ha? Belə pis çıxması soruşmaq, neçənci illərdə əkmişsiniz bunu? 10 il? 10 ildir, qardaşlar. 10 il. Videonu bölüşün, kimsə bəlkə qohum əqrəbədə kimsə belə torpağı böyük istəyirsə, buyursun. Yəni, bax, çəkdim, görsətdim ki, bax, belə bir şeyimiz var satışda. Hasarın içindədir. Bir dənə, bax, bu qonşudur, belə, buranı da çək görsə, tam ətraflı olsun ki, sual zad verilmə, budur. Bir də bax, o tərəfdədir, oradakı hasardadır. O vaxtın hasarıdır ya bu, beton plitələrdir. Bir dənə zalını da çəkək görsədək ki, yəni, bax, belə bir... Bu elə sökülsə nə qədər materialı var. Bu ev o vaxtın bəhkədən evlərindən olur. Böyle buradan bir dənə çək görsəz zalını. Zalın remontu var. Yəni gəldin, dincəl özün üçün, bağ evi, ək-bis, nəsə, sən sök ev deyil, öz işindir. Əsas mənim məqsədim o idi ki, sizə çəkim görsədim. Girişini də sizə çəkdim, görsətdim. 070 858 31 44 nömrəmlə əlaqə saxlayın. Gəlin, baxın. Bəyəndinizsə alın, kim alsa Allah xeyir versin. Sağ olun.